Amma hər vaxtınız xeyir, dəyərli xanımlar və cənablar, oğlanlar, kişilər və oğlanlığı olan hər bir kəs. Nə dərsiniz? Belə bir bagaj göstərirəm. Gəldi Temudan 66 litrdir. Axırı ki, normal bagaj aldım. Çox belə qəşəng. Bunlar ayrıca sifariş vermişəm. Bunlar ayrıca gəlib nakleykalar. Bagaj 66 litrdir. Öz açarım zadı həzir zibili var. 2 dənə kaska yerləşir. İçi də belədir konkretində. Bunlar hamısı komplektdə gəlib. Bura bağlayırsan. İndi bildiyiniz kimi qardaşımız ətir işinə başlayıb. Ona görə belə testerlar, belə şeylər var. Nəsə sözüm onda yox. 2 dənə kaska rahat yerləşir bura. Bu ilə polnuya kuryerliyə gedib işləmək olar da. Yəni çox rahatdır. Bax üstün belə krışkaları da var. Krışka nə idi? Tutacaqları da var, qəşəng səviyyəli. Sonra belə bir yazı da var. Burada şey gəlib belə. Belə qoyursan bel üçün, arxada oturan üçün. Ceyranımız da heç də, ceyranımız da qalıb hələ ki belə vəziyyətdə, soyuqdur hələ. Hələ ceyranımız sürülmür. Bu it sürülür hələ. Kuryerliyə itin belinə sumka qoyub getmək lazımdır. Oynamaq istəyir. Hə dostlar, belə. Biraz kısaca, yıxmışdı məni. Biraz kısaca paylaşdım o belə bagaj barəsində. Deməli bu yaxınlarda məlumat veriləcək sizə. Bolt Fleetdən məndən soruşuruz. Bolt və Volt Fleetdən necə qoşulmaq olar, kimə qoşulmaq olar? Yəni normal bir dənə şey olsun da, etibarlı bir adam olsun. Allah qoysa bu yaxınlarda danışıqlar gedəcək. Paylaşacağım o haqda video. Siz də kanala abunə olmağı unutmayın. Sualınız varsa kommentdə yazın. Hələlik görüşərik.